gəldi ki, bu məclisin xurucisi ola, bu məclisdən adam bir şey örgəşə. Və bunu da acizanə, mən çox kutuşda rəz olaram ki, bu sözlərə işarə eləyəm, amma acizanə Hüseynçi dadaşlarımın, ağsaqqallarından, ayaqlarından öpüyəm, dadaşlarımı ərz eləyəm. Allah şahiddir, mən mütəqidəm ki, hər kəs İmam Hüseyni çox istəsə, tərk namaz eləməz. Amma bir dənə fəqət əvvəli vaxtına به عنوان کوتشترین bu məcmuə, bu camiə əvvəli vaxtına, çün Əbi Abdullah böyüklərin cilvə-i irfanisi Aşura günü qan içində namaz qılmaq idi. Bu Aşura günü əvvəli vaxt namazımızı hər gün, məxsusən Aşurada əşhədu ənnikə qad əqamtəs-salah və atəytəz-zəkah və əmərtə bil-ma'ruf və nəhəytə anil-münkər. İmam Hüseyin ağa ki, mərhum Münzəviyə Zeynə atam qılıb, nə cəddim sən qılan namazı qardaş. Mənzuru bu idi ki, heç kəsə qismət olmadı o halda namaz qılmaq. Qan içində namaz-ı mutaridə 2 rəkətə qutardı. Xülasə elədi ki, namaz-ı mutaridə Əbi Abdullaha fəqət qismət oldu. Minəl əzəl iləl əbəd heç kəsə qismət olmayıb, olmayacaq. O dedi, nə atam qılıb, nə cəddim sən qılan namazı qardaş. Gəldi Həzrətə ərz elədi, ağacan iştibah eləməsəm namaz vaxtidir, nahar azanlı vaxtı. Həzrət baxdı asmanə, günün vəziyyətinə, buyurdu ki, bəli, düzdür. Allah səni namaz qılanlarla məhşur eləsin. Gör, nə qədər əhəmiyyət veriydi, dua elədi Həzrəti. Xahiş eləyəm ki, namaz məsiyyətlərdən də saxlar. Vaqiyyət budur, mən nə bələdəm, ruhaniyəm, nə mollalıq bələdəm, bu ağaların üləmanın məhzərindədir. Midadül üləma, hafizəl minəd-dimai şəhədə, aliman-ı Rəbbaninin məhzərindədir. Vəli, dadaşlarıma, həmkülaslarıma ərz eləyəm ki, baxın, and olsun Seyyid-i Şəhədaya, önləri mənə dedilər ki, fulani, bir dənə neçə morid bu tür gəlibdi, a Seyyid, cəddu and olsun, dedi ki, biz adət eləmişik, daimul xömriymiş və hər hal, hər pənşəmə deyi dostlarım məni yaparıydı bəsata. Məzirət istəyəm, əlkol içməyə, məşrub içməyə, sərf eləməyə. Deyim, mən o gecə dedilər ki, İmam Hüseyin ağanın cavan iti gəlib oxuyacaq, məni buyurdu, deyir ki, getmədim, gəldim gecə qusul deyilədim. Orada getmədim, gəldim heyyətdə qulaq asan bəlkə alam ki, hətmən də aldı. And içəydi, çərnəyi qoydum yerə. Nə mənim üzəmə, yox. Bir dəfə özü tapşırsa Nəbi Abdullaha, bir dənə söz deyəm, xilas. Hər zaman Əli Rza İsfəndiyari xitabım, müxatəbim, hər zaman günaha istəyirsən düşəsən, xiyabanda, bazarda, naməhrəmə istəyi xuda nəkərdə gözün düşə, fəqət bunu deyəm, heç sad qabağı olamaz illa bu. Fəqət bunu bax, ehsas elə ki, o yaralı baş düz rubəru səndən dəyənibdir. Hər ləhzə fikirlə Hüseynin yaralı başı sənə baxı. Gör yaralı baş sənə baxa-baxa, kinə də Allah yerə gözün gedər, kinə də Allah yerə əğun gedər, əlün gedər, dilün dəyər. Fəqət bir ləhzə bunu deyən ki, yaralı baş mənə baxı, xanım Rubab mənə baxı, Rüqəyyə mənə baxı. Özü tapşırsan əhl-i beyt səni və məni saxlar inşallah. Dua eləyək, başsad olanım, namaz əvvəli vaxtdə yaddan çıxmasın. Seyyid Əli Qazi Ələllah məqaməhə şərif buyurar, hər kəs namaz əvvəlin vaxtın qıldı, dərəcat-i aliyə çatmadı, mənə lənət oxusun. Gedin, baxın, öz fərmayişdi, nəql eləyən də ay bəhcətdir. Ələllah məqaməhə şərif. Behtərin halında ürəklərsini mən yücübü zikr eləyək, dua eləyək. Hacı Ağay Məhmudu buyurdu. İnşallah şənbə də bərnamə vardı. Ağay amili vardı şənbə. Şənbə də duayı ərəfə hardan sonra burada. 2-də bəli bərqüzar olacaq. Əmmən yəcibu. Heyfdir ya dua eləməyəsən. Dada və yəkşüfussu. Sujə də verməyək də onların əlinə. Eşqlə Hüseynçilik eləyək. Və yəkşüfussu əmmən yəcibul Zədəhu və yəkşüfussu 2 dənəsi qaldı. Əmmən İnşallah xanım Rubabdan əvəz alasın. Dərbədər Rüqəyyə olasın. Əmmən yəcibul Mustarrə Zədəhu ويكشف السوء اللهم اكشف عنا السوء اللهم عجل لوليك الفرج جانم اللهم ارزقنا في الدنيا زيارة الحسين
وفي الآخرة شفاعة الحسين. اللهم اجعل محياي محيا محمد وآل محمد، ومماتي ممات محمد وآل